Salam əziz şagirdlər, bir daha hər birinizi xoş gördük. Bu günləri sözün tərkibinə görə təhlili zamanı bir çox şagirdin yanlış etdiyi məqamlara baxacağıq. Birinci, gördüyümüz bu sözlərin hər biri sadə sözdür, amma bunu bir çox şagird düzəltmə kimi götürür. Dağıntı sözündə sözün kökü dağ heç zaman ola bilməz. Dağıntı sözün kökü bütövdür. Dağınıq, yenə dağdan dağınıq olmaz, bütövdür. Dağıtmaq yenə bütövdür. Saralmaq. Saras sözü yoxdur. Söz içərdən dəyişir, fleksiyaya uğrayıb. Ona görə saralmaq bütöv. Saral sözün köküdür, maq isə qrammatikdir. Bu feillərdir. Feillər məsdər formada verilir. Sarsılmaq. Sözün kökü sarsmaq deyil. Nəyəsə sarsıb sarsılmır. Bu da sadə söz kimi götürüləcək, bütöv. Alıb alışmırsan. Bu da sadə sözdür. Dinləmə. Dinib dinləmirsən. Sözün kökü dinlə deyilə bütövlüdür, götürülür. Yırğalamaq sözü də yırğala sözün bütöv götürüləcək. Bağışlamaq. Bağış sözü deyil, ilə bağışla bütöv götürüləcək. Qızarmaq. Qızıb qızarmır. Bunun o zaman sözün kökü qızmaq götürürlər. Xeyr, qızarmaq bütövdür. Maq isə qrammatik. Bilirsən bilək olmur. Bilək əl bütövdür. Yerə sərirsən sərin olmur. Bütövdür, sadə sözdür. Yoxdan yoxla olmur. Yoxla bütövdür. Maq qrammatik. Yoxdan yoxuş olmur. Bütöv. Danıb danışmırsan. Danış sözün köküdür. Maq qrammatik. An olub anlamırsan. Anlama, anla sözü bütövdür. Kiçilmək. Bu sözün daxilindən dəyişir. Fleksiyaya uğrayıb. Ona görə kiçil sözün özüdür. Uzayıb uzatmırsan. Nəysə uzayıb uzatmırsan. Bütövlükdə ilə uzat götürəcəksən. Yumuş sözü yoxdur. Yumuşaq bütövdür. Yumuşalmaq yenə yumuşal bütövdür. Uzanmaq. Uzayıb uzanmırsan bütöv götürüləcək. Əldən əlvan olmaz, əlvan bütöv. Gülüb güləşmirsən. Gülək sözün köküdür. Bildiyimiz kimi kök və hecə arasında mənə yaxınlığa mütləq olmalıdır. Digər bir məsələ. Lan və laş şəkilçisi. Nə zaman ayrılır, nə zaman ayrılmır. Baxaq. Alovlanmaq. Bir çox şagirdlər bunu bəzən alov sözün kökü alovlamaq formasını götürür. Amma xeyr, alovlamaq deyilən dilimizdə bir ifadə yoxdur. O zaman alovlanmaq bütöv götürüləcək. Lanlən ayrılmayacaq. Maq isə qrammatik. Yəni, maq-məqdən istifadə edin. Baxın, bu formada deyək. Alovlamaq. Alovlamaq, belə bir söz var? Xeyr, yoxdur. Deməli, alovlanmaq bütöv olacaq. Qanat sözün kökü. Gəlin deyək. Laləni ayıraq, məsəl üçün. Alovlamaq. Alovlamaq var dilimizdə. Xeyr. Alovlanmaq. Öz üzərində alovlanır. Bu oldu lanlən bütöv. Amma buna baxaq. Parça sözün kökü parçalamaq. Nəysə parçaladın, parçalanmaq. Parçalandı. Düz. Parçalanmaq sözü isə lanlən ayıra bildiyimizə görə iki leksik şəkilçi formasında götürəcəyik. Ayaq sözün kökü xalçanı ayaqladı. Xalça ayaqlandı. Ayaqlamaq, ayaqlanmaq. Demək olur. Demək olursa, deməli, lanləni ayıracaq. Bu, eyni zamanda laş-ləşə də aiddir. Baxaq. Vidalaşmaq. Vida sözün kökü vidalamaq deyə bilərik. Vidalamaq. Xeyr, vidalamaq deyilən bir söz yoxdur. Deməli, vidalaşmaq bütöv götürüləcək. Ayaq sözün kökü ayaqlamaq. Baxın, burada mənəyə fikir verin. Ayaqlayıb kimlənsə ayaqlaşmırsan. Burada var idi ayaqlanmaq, xalçanı ayaqlayırdın, xalça ayaqlanırdı. Amma ayaqlaşmaqda kimlənsə ayaqlayıb ayaqlaşmırsan. Ona görə laş-ləş bütöv götürüləcək burada. Üzləşmək, üzləmək. Məsələn, belə deyək də, yorğanı üzləmək deyə bilərsən. Amma yorğanı üzləyib üzləşmirsən kimləsə. Deməli, laş-ləş bütöv götürüləcək. Salamlaşmaq. Buna baxaq. Sözün kökü salam. Sözün kökü. Salamlamaq. Mən onu salamladım. O məndən salamlaşdı. Salamlamaq, salamlaşmaq. Ayıra bildiyimiz üçün bunu iki leksik şəkilçi formasında götürürük. Qucaqlaşmaq sözünə baxaq. Uşağı körpəyə deyirsən ki, gəl qucuma. Quc sözün kökü qucaq, qucdan qucaq. Qucaqlanmaq. Kimsə qucaqlanmaq, qucaqla, kimləsə qucaqlaşmaq. Laləni də ayırdıq, şını da tək ayırdıq. Bu zaman deməli lan və la şəkilçisində diqqətli olmaq lazımdır. Daşlaşmaq sözünə baxaq. Burada baxın. Daş sözün kökü.
Uşaqlar bir-biri ilə daşlaşdılar. Daşlamaq, onlar bir-birini daşladılar. Onlar bir-biri ilə daşlaşdılar. Demək olur, daşlaşmaq deməli ayrıldı. Digər bir söz, deyirsən ki, siment daşlaşdı və yaxud xəmirim daşlaşdı öz-özünə. Daşlayıb daşlaşmırsan. Burada artıq laş, ləş bütöv götürüləcək. Yəni sözün yerindən, məqamından asılı olaraq bu daşlaşmaq sözü iki cür təhlil edilir. Bəzi şagirdlərimiz də var ki, bu dıg, mır, maz, bunu bütöv formada qrammatik götürülür, amma bu yanlışdır, bu olmaz. Yazdıq. Sözün kökü yazmaq. D, di, du, dü keçmiş zaman hərəkətidir, q isə şəxs xəbərli hərəkətidir. 2 qrammatik hərəkəti var. Baxmır, bax sözün kökü mamə, inkar, ıdırır, indiki zaman. 2 qrammatik hərəkəti var. Oxu sözün kökü mamə, inkar hərəkəti, ar, gələcək zaman hərəkəti. Bunlar nəyə görə bu formaya düşüb? Əslində necədir? Bu daha. Yaz sözün kökü d, di, du, dü keçmiş zaman, ıqq, şəxs xəbərli hərəkətidir. Sözün sonu saitlə bitdiyi üçün saitlə başlayan hərəkəti artırdıqda həmin saitlərdən biri düşür. Deməli, ıqdakı ı düşüb. Ona görə dık formasına düşüb. Amma bunu 2 qrammatik hərəkətidir, ayrı-ayrı. Gələk ayıraq. Baxmır sözünə baxaq. Bax sözün kökü mamə, inkar hərəkətidir, ırır, indiki zaman hərəkətidir. Mamədə sözün sonu saitlə bitdiyi üçün, ırir saitlə başlayan hərəkəti artırıldığı üçün iki saitin yanaşı işlənməyi alınmır. Ya bunlara bitişdirici samit artırmalıyıq, ya da saitlərdən birini çalmalıyıq. Saitlərdən biri düşdü. Mamədəki a düşür. Ona görə mır formasında görünür. Oxu sözün kökü mamə, inkar, ar, zaman hərəkətisi. Deməli, sözün sonu saitlə bitib, saitlə başlayan hərəkəti artırılıb. Nə olacaq? Saitlərdən biri düşəcək. Ümid edirəm ki, bu şəkillər də hər birinizə aydın oldu. Diqqətiniz üçün təşəkkürlər əziz şagirdlər.